danışırıq adlandırılmadan. Uşaqlar, qeyri-metalların oksidlərinin beynəlxalq üsulla adlandırılması. Məsələn, CO2, N2O3, SO3, PCO5, CO2 və PCO5. Görürsünüzmü? Karbon, burada CO2-də karbon, N2O3-də azot, SO3-də kükürt, PCO5-də fosfor, CO2-də karbon, PCO5-də fosfor. Bunlar da hamısı nədir? Qeyri-metaldır. Yəni qeyri-metallar varsa, deməli bu qeyri-metal oksidləridir. CO2-ni necə deyirik beynəlxalq üsulla? Karbon dioksid. Niyə? Çünki bir karbonumuz var, 2 oksigenimiz var. 2 də di deməkdir. Deməli, karbon, 2 dənə də oksigen olduğuna görə dioksid deyirik. N2O3-ə baxın, 2 azotumuz var deyə diazot, 3 oksigenimiz var deyə trioksid. Deməli, 2 di-dir, 3 tri oldu. İndi baxırıq SO3-ə. Deməli, bir kükürdümüz var, 3 dənə də oksigenimiz var. Onda kükürt, 3 dənə də trioksid deyərik. PCO5-ə baxaq. 2 dənə P, yəni 2 dənə fosforumuz, 5 dənə oksigenimiz var. Onda nə deyirik? 2 fosfora difosfor və 5 nədir? Pentaoksid deyirik. Sonra baxırıq CO2-yə. Karbon 4 oksid. Niyə? Çünki burada karbon 4 valentlidir. PCO5-ə baxın. Burada da fosfor 5 valentliyə fosfor 5 oksid deyirik. Bəs gəlin görək metal oksidləri necə adlandırılır uşaqlar. Metal oksidlərini adlandırarkən əgər metalımız sabit valentlidirsə, o zaman valentliyin adı çəkilmir, yəni neçə valentli olduğunun adı çəkilmir. Amma dəyişkən valentli biz qeyd eləməliyik ki, bəs oksiddə həmin metalımız neçə valentlidir, onu mütləq qeyd eləməliyik. Məsələn, barium oksidin alüminium CO3-ü görürük, düzdürmü? Və bu ikisi də sabit valentli olduğuna görə valentliyi demirik. Sadəcə deyirik barium oksid və alüminium oksid. Ancaq dəmir 2O3 ilə xrom O3 bunlar dəyişkən olduğuna görə, yəni dəmir də, xrom da dəyişkən valentli metal olduğuna görə biz deməliyik. Gördüyünüz kimi dəmir 2O3-də dəmir 3 valentli göstər, ona görə dəmir 3 oksid deyirik. Xrom O3-də xrom 6 valentli göstərir deyə xrom 6 oksid deyirik. Bu şəkildə. Bu adlarda əzbəririk. SO2 kükürt qazıdır, silisium O2 qumdur, H2O sudur. N2O3-də şənləndirici, güldürücü qaz deyilər uşaqlar. Variantlarda sizdən soruşa bilər. Şənləndirici, güldürücü qaz hansıdır? Deyəcəksiniz nədir? N2